Tərcümə sənətindən danışacağıq. Tərcümə işinin xarakteri elədir ki, həmişə iki dil qarşılaşmalı olur və bu qarşılaşmada qaçılmaz şəkildə itələmə qüvvəsi işə düşür. Təcrübəli dil təcrübəsiz dili sıxışdırmağa başlayır. Mən təcrübəli dil deyəndə lüğət tərkibi zəngin, fəlsəfi terminləri oturuşmuş, akademik mətnlərdən yan gəzməyən dilləri nəzərdə tuturam. Tərcüməsi ixtisaslaşmadıqca, bu konkret dil üzrə də ola bilər, konkret müəlliflər üzrə də, nə qədər uğurlu işlər görür görsün, başqa dilin coğrafiyasında həmişə turistdir. Ötən əsrin ikinci yarısından etibarən nüfuzlu universitetlərin əksəriyyətində qarşılaşdırmalı ədəbiyyat tədris olunmur. Qarşılaşdırma ədəbiyyatın birinci pilləsi yəqin ki, tərcümə işidir. Çünki tərcümə işi mədəni inteqrasiya deməkdir. Bu mənada qarşılaşdırılmalı tərcümə də həm də başqa dilləri tanımaq, həm də öz dilimizi zənginləşdirmək, həm də tərcüməsi nəzərdə tutulan mətni daha dərindən öyrənmək baxımından çox yararlı ola bilər. Məni həmişə düşündürüb ki, tərcüməçinin öz dilini üstəgəl xarici dili bilməsindən başqa zövqü niyə kriteriya kimi gözdən qaçırılır? Tərcüməçinin bir neçə dili yaxşı bilməyi bir yana, hansı mətni seçməyi də önəmli deyilmi? Çox deyilib. Ən mükəmməl tərcüməçinin belə çox yaxşı redaktor olmalıdır. Bəs ekspertlər necə? Nüfuzlu universitetlərdə, nəşriyyatlarda, tərcümə mərkəzlərinin demək olar ki, hamısında yeni tendensiyaları izləyən, aktual olandan xəbərdar olan, çağdaş və açıq görüşlü bir neçə ekspert olur. Dünyada tərcüməçilər üçün dilə münasibətdən əlavə şərti olaraq 3 kateqoriyada müəyyənləşdirilib. Tərcüməçi yaxşı oxucu olmalı, tənqidi düşüncəsi olmalı, müəyyən mənada yazıçılıq qabiliyyəti olmalıdır. Bu yerdə məncə üslub məsələsinə də asta bir keçid eləmək olar. Belə ki, hər hansı dərman preparatının instruksiyası ilə tutaq ki, Charles Baudelaire'in şeirlərinin tərcüməsi arasındakı fərq üslub məsələsində yatır. Çünki quru, sxematik, adi informativ dərman instruksiyasından fərqli olaraq bədii mətn qaçılmaz şəkildə müəllifin üslubunu, stilini özündə daşıyır. Tərcümə nəzəriyyəsi ilə bağlı mənim ən sevdiyim kitablardan biri Lawrence Venuttinin Tərcüməçinin Görünməzliyi adlı məşhur kitabıdır. Venutti bu kitabında təxminən deyir ki, tərcüməçi kölgədə qalsa da, o kitabın həm müəllifidir və eyni ilə əsərin əsas müəllifi kimi onun da mətndə göründüyü və ya gizləndiyi yerlər və müstəvilər olur. Venutti belə bölür. Əgər tərcüməçi mətni oxucuya axıcı, rəvan, ana dilində yazılmış kimi təqdim eləyirsə, burada tərcüməçi görünməzdir, ismi pünhandır. Ancaq bu, bizdə zənn edildiyi kimi mütləq yaxşı hal kimi təqdim olunmur Venuttinin nəzəriyyəsində. Çünki bu metodda tərcüməçi çox vaxt mətni öz kültürünə adaptasiya edir, orijinalın özünə məxsusluğunu öz mədəniyyətinin xeyrinə əhliləşdirir. Yəni, bu metodun keçərli olduğu yer var, səhv olduğu, keçərli olmadığı yer var. Tutalım, Baudelaire'in bir şeirindəki Yunan muzalarının adlarının hamısını tərcüməçi rahatlıq naminə ilham pəriləri kimi tərcümə eləyirsə, Venuttiyə görə burada kontekstdə müstəmləkə münasibəti var. Bir də var tərcüməçinin göründüyü mətnlər. Tərcüməçi yad mədəniyyətin mətninin vacib elementlərini, rənglərini mümkün dərəcədə saxlamağa, hətta onun yaxşı anlaşılması üçün ətək qeydlərində şərhlər yazmağa başlayırsa, burada tərcüməçi görünməyə başlayır və məsələn elan eləyir ki, mən tərcüməyəm. Venutti deyir ki, tərcüməşünaslıqda həmişə orijinal mətni ata mətn, tərcümə mətni isə ögey övlad mətni sayılır. Yəni, çox vaxt tərcüməçi əlinə düşən bu ögey evladı həqiqi atasına yox, özünü oxşatmağa çalışır.